Sabah əmənki gündür. Nəhayət gəlib çatdıq. Demək olar 6 aydır ki, biz bugün hazırlaşırıq. Sabahki gün həlledicidir. Burada olan hər kəs öz işinin peşəkarıdır. Mən əminəm ki, sabah akord işimiz olacaq. Bunların hamısı bizim özümüzdən asılıdır. Bundan sonra artıq əlləm-qəlləm işlərə son. Sabah hər şey yaxşıya doğru da dönə bilər, pisə doğru da. Hər şey bizim özümüzdən asılıdır. Babalarımızdan bizə qalan mirası götürüb, necə deyərlər, namuslu ailəyət. Vəssalam. Ondan sonra süfrəmiz də yaxşı. Dayan, içməyin hələ. Mənim də deyəcək sözüm var. Deyirəm, sabahdan sonra ola bilsin ki, bir-birimizi görməyək. Düzdür, professor hər şeyi planlasa da, amma bizi sabah nə gözləyir, heç kim bilmir. Bir-birimizin adını daha öncə çox eşitmişik. Necə deyərlər, Bakı balaca şəhərdir. Ona baxmayaraq 6 aydır ki, bir yerdəyik. Neysə, uzun sözün qısası. Sizi satsam, mənə bağışlayın. Gözəl zarafat idi. İndi isə zəfərə. За родину! Nəsə keyfsiz görünürsən. Düzü tanıdığım ilk gündən keyfsiz görünürsən. Amma bu çox yaxşı bir şeydir. İnsanlar sənin içində nə olduğunu bilmirlər. Sirli olursan. Dünya qadınların gülüşü üçün çox cılızdır. Elə deyirsənsə elədir də. Səncə Lənkəran bizi satar? Mən özümdən şübhələnərəm, amma Lənkərandan yox. Belə göründüyümə baxma. Əslində çox qorxaq biriyəm. Qorxu insana nələr elətdirməz ki. Amma Lənkəran elə deyil. Adamda qorxu deyilən şey yoxdur. Yəni o satmaz. Nə bilim. Niyə sən narahatım? Yox. Narahat yox, biz ehtiyatlı olmalıyıq. Onsuz da hər şey planlanıb. Vəssalam. Qızım. Başla. Hiç kimin özündən öz
Qoyma mühafizəçi səni sakitləşdirsin. Etirazımı bildir. Bilməlidir deyirəm sənə. Buradakı bütün eksponatlarını bilməlidir. Başa düşürsən? Qızım, isterika çıx. Hər kəs diqqət işıqlığa tərəf yönləndirsin. Uşaqlar, hər şey plan üzrədir. Əla gedirsiniz, həyəcan keçirməyin. Lənkəran. Arama çala doğru yaxınlaş. Kürdəmir. Geri sayım başlayır. 5, 4, 3, 2, 1. İndi. İşıqları söndürün.